Salam, axşamınız xeyir olsun, qardaşlar. Sabunçu rayonunun suyu kəsiblər, bağlayıblar 3 gündür. Texnika gəlib, 3 gündür bu vəziyyətdə dayanıblar. Fəhlələr də dayanıb bir qıraqda. Heç nə, iş getmir. Biz kimə deyək? Kimə şikayət edək? 3 gündür yolları da bağlayıblar. Maşının biri orada, biri burada. Ramazan ayı, müqəddəs Ramazan ayı, cəmaət hamı çıxıb çölə. Heç nə, dayanıb baxırıq ki, bizdə nə kömək lazım, dəstək lazım eləyək, amma heç kim iş görmək istəmir. Bir qada biri gedir, biri gəlir ki, bizim işimiz deyil, bizim işimiz deyil. Ana liniya, 500'lük turba partlayıb. Heç nə, iş necə var elə də qalıb. Yollar da bağlı. Tokun altında, stabilizator burada. Gördüyünüz kimi iş də getmir. 3 gündür kənd qalıb susuz. Nəinki kənd, Zabras kəndi, ümumi Sabunçu rayonu. Cəmaət da yığılıb boğaza. İstəyirlər çıxartsınlar, yolu bağlasınlar. Bu hara gedəcək bu məsələ?